vətəndaşların bütün tibbi məlumatlarının vahid platformada toplanılması nəzərdə tutan tibbi rəqəmsal əkiz sistemi sağlamlığın idarə olunmasına yeni yanaşma gətirəcək. Layihə sayəsində insanın doğulduğu gündən ömrünün sonuna dək bütün sağlamlıq tarixi təhlükəsiz şəkildə qorunacaq. Həkimlər isə daha operativ və dəqiq qərarlar qəbul edə biləcəklər. Elə bununla bağlı birbaşa bağlantımız var və xüsusi müxbirimiz Elcan Məmmədov hazırda bizimlə birbaşa bağlantıda da ətraflı məlumatları Elcan bizə çatdıracaq. Elcan, hər vaxtınız xeyir. Buyurun, efirdə sizə eşidirik sizi. Sabahınız xeyir olsun. Mən də sizi və bütün tamaşaçılarımızı salamlayıram. Bəli, söhbət burada rəqəmsal əkiz məsələsindən gedir. Bir neçə dəqiqədən sonra Gürcüstan sarayında Azərbaycan səhiyyəsinin rəqəmsallaşması istiqamətində atdığı addımlarla bağlı çox mötəbər bir tədbir başlayacaq. Və təbii ki, biz tədbir boyunca sizə canlı bağlantılarla burada keçirilən tədbirin əsas məqsədini, mahiyyətini çatdıracağıq. Amma ilk növbədə tədbirdən öncə bir tanışlıq etmək istəyirəm sizinlə və tamaşaçılarımızla. Çünki bu bütün vətəndaşlarımızı və hətta həkimlərimizi maraqlandıran bir məsələdir. Burada kifayət qədər də həkim mütəxəssislər də iştirak edirlər. Burada söhbət nədən gedir? Təbii ki, biz həyatımızın müxtəlif dövrlərində xəstəxanalara gedirik, müayinələrdən keçirik və bəzi özəl xəstəxanalarda və bəzi dövlət xəstəxanalarında insanların tarixçəsi müəyyən, məsələn, sistemlərdə yox, hələ də kağız üzərində qalır. Bültenlər deyirik biz buna və hansısa bir həkimə gedəndə, hansısa bir müayinəyə gedəndə öz ərazidə, yaşadığımız ərazi üzrə həkimimizi tapırıq, öz yaşadığımız ərazi üzrə ünvanımızı deyirik və həmin o kağızları əldə edirik. Artıq bugünkü rəqəmsallaşma tədbirindən sonra bunların heç birinə ehtiyac qalmayacaq. Yəni insan doğulandan ömrünün sonuna qədər hansı xəstəlikləri keçiribsə, hansı analizləri veribsə, hansı əməliyyatları həyata keçiribsə, bütün bunların hər biri məhz arxamda da gördüyünüz tibbi rəqəmsal əkiz sisteminin məhz içərisində formalaşacaq və ümumiyyətlə daha ətraflı isə biz elə rəqəmsal səhiyyə mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmova ilə bu barədə danışacağıq. Sevinç xanım, hər vaxtınız xeyir olsun. Sizə uğurlar arzulayıram. Mən deyərdim ki, bu Azərbaycan səhiyyəsində bir inqilabdır. Çünki həqiqətən də bütün sahələr rəqəmsallaşır və səhiyyəmizin də rəqəmsallaşması və belə bir nəticə əldə eləməsi çox mühüm bir şeydir. Və tamaşaçılarımız üçün məhz tibbi rəqəmsal əkiz sistemi nə deməkdir? Həm bunun bizə terminoloji, həm də vətəndaşlarımızın başa düşəcəyi sadə dillə izah edeyim və biz də onlara çatdıraq. Təşəkkür edirəm. Tibbi rəqəmsal əkiz sistemi vətəndaşların fərdi sağlamlıq məlumatlarının toplanması, emal edilməsi və səhiyyə iştirakçıları arasında asanlıqla təhlükəsiz şəkildə mübadilə edilməsi üzrə vahid səhiyyə ekosistemidir. Bu sistem deməli vətəndaşların bütün sağlamlıq məlumatlarını əks etdirir. Burada laborator nəticələr, teleradiologiya müayinələrinin nəticələri, tibbi sənədlər, onların şəxsi sənədləri, tutaq ki, xarici ölkələrə səfər edibsə və orada müayinə alıbsa, həmin müəyyən bir tibbi sənədlər, sertifikatlar veribsə, bu sənədi ora yükləyə bilirlər. Onların reseptləri elektron qaydada yazılmış, dərman vasitələri, hətta dərman vasitələrinin vaxtları barədə də vətəndaş öz qəbul vaxtları barədə məlumatları qeyd etməklə sistem üzərindən bildiriş əldə edir və bu da onu həmin dərmanı asanlıqla qəbul etməsinə kömək edir. Burada həmçinin simptom yoxlayıcı mövcuddur ki, ilkin özündə hər hansı bir simptomları əgər hiss edirsə pasiyent, ora daxil etməklə İlkin müayinənin nəticəsi o kiçik bir diaqnozla almış olur. Təbii ki, bu nəhayət diaqnoz deyil, bu həkim müraciət edənə dək olan diaqnozdan söhbət gedir və burada eyni zamanda həkim qəbuluna elektron qeydiyyat var, randevu sistemi mövcuddur. Bununla həm həkim qəbuluna elektron qaydada yazılmaq mümkündür. Eyni zamanda həkim qəbuluna video zənglə də yazılıb və həkimin uyğun olduğu vaxtda video zənglə də həmin həkimlə əlaqə saxlamaq mümkündür, teletip olaraq. Digər bir məsələ donor olmaq istəyən vətəndaşlar asanlıqla sistem üzərindən donor kimi qeydiyyatdan keçirlər. Sistem insanın doğulduğu anından ömrünün sonuna qədər bir həyat mərhələsini əhatə edən bir sistemdir ki, bu həm də ki... Yəni beşikdən qəbrə qədər deyə bilərik. Bəli, həm də ki, burada vahid səhiyyə ekosistemi olduğu üçün bir sağlamlıq qeydlərinin vahid
məlumat bazası gələcəkdə tibb sahəsində, yaxın gələcəkdə də demək olar, tibb sahəsində olan süni intellekt texnologiyalarının tətbiqidir, böyük data məlumatı qərarın qəbul edilməsi mərhələsində, analitik yanaşmada, səhiyyə məlumatlarının, deyək ki, pandemiya dövründə, böyük kriz vaxtlarında vətəndaşların sağlamlıq vəziyyətlərini də sistem üzərindən analiz edib təhlil edə bilirlər həkimlər və tibb elmi işçiləri. Sevinç xanım, biz artıq deyə bilərikmi, xəstəxanalarda, poliklinikalarda kağızlara son qoyulacaq bundan sonra? Məsələn, bülten məsələsidir, rentgen kağızı məsələsidir, bəzən itirirlər, bəzən gedirlər növbədə dayanırlar. Bunlara artıq son qoyulur, belə başa düşündünüz mü? Qeyd edeyim ki, elektron reseptlər bildiyiniz kimi reseptim mobil tətbiqi üzərindən əl çatandır. Elektron reseptlər var. Bültenlər artıq elektron qaydadadır. Xəstəlik vərəqələri, epikrizlər. Bütün bu məlumatlar elektron qaydada tərtib olunur və bütün qurumların tabeliyində olan tibb müəssisələrindən də tibbi analizlər və digər tibbi sənədlər də onlar sistem üzərində onlayn qeydiyyatdadır və tibbi rəqəmsal əkiz sisteminə onlayn bir inteqrasiya vasitəsilə həmin məlumatların ötürülməsi də təmin edilir ki, bu da vətəndaşlar üçün istənilən, istər özəl, istər dövlət sektorunda olan tibb müəssisələrinə müraciət edən zaman onların tibbi sənədləri əl çatan olur. Çox sağ olun və uğurlar arzulayıram, minnətdaram sizə. Bəli, qeyd edeyim ki, Sevinç Məhərrəmova Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi bizə məhz yeni rəqəmsal əkiz sistemi ilə bağlı son məlumatları çatdırdı. Yəni bu sistem nədir? Və mən bir dənə də vurğulamaq istəyirəm məsələni də ki, yəni artıq biz hansısa bir ölkə ərazisində yaşadığımız yerdən kənara da gedəndə, məsələn Gəncəyə gedəndə, Şuşaya gedəndə və yaxud Gədəbəyə gedəndə artıq hansısa bir başımıza tibbi baxımdan bir iş gələrsə, deməli həmin o xəstəxanaya yaxınlaşanda artıq həkim bizi yoxlayanda bir kliklə bizi tapacaq, bizim keçmişimizi tapacaq. Yəni artıq biz təbii ki, əvvəllər biraz çətin olurdu bizə, arayış məsələsi var idi. Elə yaşadığımız ərazidə də xəstəxanaya gedəndə belə problemlərlə üzləşirdik. Amma indi artıq belə bir problemlərlə üzləşməyəcəyik və bundan sonra artıq biz istənilən xəstəxanalara gedəndə məhz bu əkiz sistem vasitəsilə bizim bütün səhiyyə məlumatlarımız həmin o sistemdə formalaşacaq və onların hər biri də demək olar ki, istənilən vaxt, istənilən xəstəxanada açılacaq və məlumatlar bizə veriləcək. Biraz əvvəl də müsahibim də bildirdi. Yəni, insan doğulandan insanın ömrünün sonuna qədər bütün bu proseslər orada cəmləşəcək və bu həm də Azərbaycan səhiyyəsinin rəqəmsallaşması deməkdir. Bir məsələ də var ki, süni intellekt məsələsi. Məhz sistem gələcəkdə süni intellekt vasitəsilə də bizim nəticələrimizi analiz eləyəcək və 5 il sonra bizdə hansı xəstəlik yarana bilər deyə hətta öncədən xəbərdarlıq etmək qabiliyyətinə də malik olacaq. Kifayət qədər möhtəşəm və kifayət qədər ciddi bir layihədir. Biz buradayıq və növbəti buraxılışlarda da məhz bu tədbirdənsə ən son məlumatları çatdırmağa davam edəcək. Buyurun, indi sözü yenidən sizə ötürürəm. Təşəkkür edirik Elcan, çox sağ olun. Sözünüzə qüvvət, həqiqətən də tibb sahəsindəki çox böyük inqilabdır bu və deyərdim ki, günlə möhtəşəm xəbəri də deyə bilərik. Nə qədər məsuliyyətsizlik olsa da bunu etiraf etmək lazımdır ki, o vərəqləri itiririk. Elə mən şəxsən özüm heç bilmirəm hansı vərəq hardadır və bu elektron bir sistemdə birləşməsi və heç bir formada o daşıyıcıya ehtiyacı olmadan elektron qaydada o məlumatların əldə edilməsi və ələxüsus bəzi hallarda check-up'dan da qaçırıq səbəblərin olmasından asılı olmayaraq. İstənilən halda süni intellektin bir neçə il sonra hansısa xəstəliyin çıxma ehtimalını belə bizə xəbər verməsi mənə gəlir ki, çox möhtəşəm bir xəbərdir və davam edək. Handius Cruise gəmisində Andes hantavirusunun yayılması ilə bağlı vəziyyət sabit olaraq qalır və ümumi yol yuxma riski də var ki, bu da